Əgər bir gün məni bir çiçəklə təsvir etməli olsaydılar, bu lotus olardı. Mən düşünürəm ki, insanların sevdiyi çiçəklər təsadüfi deyil. Mənim heyran olduğum çiçək isə lotusdur. Amma bu sadəcə görünüşünə görə yox, həm də mənasına görədir. Yəqin ki, bilirsiniz, lotuslar təmiz suda açmır. Əksinə ən çirkli, ən bulanıq suda açırlar. Amma onlar suyun üzünə çıxanda heç kimi onların hardan gəldiyini bilmirlər. Sadəcə necə gözəl olduğuna baxırlar. Bəlkə də məni onları bağlayan da budur. Çünki həyat həmişə hər şeyi ideal şəkildə təqdim etmir. Bəzən planların pozulur, bəzən özünü başqaları ilə müqayisə edirsən, bəzən isə yenidən sıfırdan başlamaq məcburiyyətində qalırsan. Mən də bunları yaşamışam, amma zamanla başa düşdüm ki, əslində insanı böyüdən rahat yollar deyil, əksinə ən çətin keçdiyiniz dövrlər, ən çox inkişaf elədiyiniz dövrlər olur. Lotus mənə hər dəfə bunu xatırladır. Keçdiyin yol sənin kim olduğunu müəyyən etmir. O yolda özünü necə qoruduğunu müəyyən edir. Mən mükəmməl biri deyiləm. Hələ də öyrənirəm, səhv edirəm, bəzən yoruluram, bəzən yenidən başlayıram. Amma bütün bunların mənə kim olduğumu unutturmasına icazə vermək istəmirəm. Bəlkə də buna görə lotusu sevirəm. Çünki o mənə hər dəfə eyni şeydir. Hardan gəldiyin yox, nəyə çevriləcəyin önəmlidir.